Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 44-cü dərs. Tövbə. Dərsimiz 10 ayədən ibarətdir və yeni sözlərimiz dəftərə qeyd eləyərsiniz və birinci ayəmiz Bəqərə surəsi 54-cü ayədir. Bismillah. Əuzubillah, bismillah. Və iz qalə Musa liqavmihi. Və bir vaxt dedi Musa öz qövmü üçün. Fətubu, elə isə tövbə edin, ilə tərəf bəriikum, yəni yoxdan yaradana, sizi yoxdan yaradana. Fəqtulu, elə isə öldürün, uqtulu, yəni qatələ feilidir. Elə isə öldürün ənfusakum, özünüzü. Zəlikum, bu xayrun, daha xeyirlidir. Ləkum, sizin üçün. İndə bəriikum, yəni sizi yoxdan yaradanın yanında, qatında. Fətəbə, elə isə yaxud beləcə tövbənizi qəbul edər, qəbul etmişdi. Aleykum, sizin. İnnəhu, həqiqətən o, huvət-təvvəbu, əsl tövbələri qəbul edəndir. Ər-Rahman, daha doğrusu Ər-Rahim, bağışlayandır. Ümumi tərcümə, bir vaxt Musa öz qövmünə dedi, elə isə sizi yoxdan yaradana tövbə edin və özünüzü öldürün. Və bu yoxdan yaradanınızın qatında, yanında sizin üçün daha xeyirlidir. Beləcə sizin tövbənizi qəbul etmişdi. Həqiqətən o, tövbələri qəbul edəndir, bağışlayandır. İkinci ayəmiz Nisa surəsi 17-ci ayədir. Əuzubillah, bismillah. İnnəmə, yalnız ət-təvbətu, yəni tövbə, tövbəsi qəbuldur, belə deyək. Alallah, yəni Allaha görə, lilləzinə, o kəslərin ki, yə'məlunəs-su, yəni pis işlər görər, pis bir iş görər. Bicəhələti, yəni cəhalət üzbatından, bilməməzlikdən, nadanlıqla. Thumma, sonra yətubunə, tövbə edərlər, min qarib. Min qarib burada dərhal kimi gedir. Qarib yaxın, yaxından, yəni yaxın bir zamanda kimi dərhal. Fəuləikə, elə isə onlar, yətubullahə, yəni Allah, elə isə Allah onların tövbəsini qəbul edər. Aleyhim, yəni onların. Və kənəllahu, və Allah, burada kənədir deyir, oldu, Allah oldu, alimən, yəni biləndir, yəni hər şeyi biləndir. Həkimə, hikmətlidir, hikmət sahibidir. Ümumi tərcümə isə Allaha görə yalnız o kəslərin tövbəsi qəbuldur ki, nadanlıqla pis bir iş görər, sonra dərhal tövbə edərlər. Elə isə Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir. Üçüncü ayəmiz Nisa surəsi 27-ci ayədir. Bismillah, əuzubillah, bismillah. Vallahu, və Allah yuridu, yəni istəyir, ən ki, yətubə, tövbələrinizi, aleykum, sizin tövbələrinizi qəbul etsin, qəbul etmək istəyir. Və yuridu, və istəyir, əlləzinə, o kəslər ki, yəttəbi'unə, tabi olurlar, əş-şəhəvət, yəni şəhvətlərinə, ən ki, təmilu, yəni təmilu sözü düşməniniz, yəni alçalmanız, düşməniz, azmanız mənasındadır. Meylə, yəni meyl sözündən meylə, Azərbaycanca meyl etmək, yəni meylə, yəni əyriliyə, azimə, böyük. Ümumi tərcümə isə Allah tövbələrinizi qəbul etmək istəyir, şəhvətlərinə tabi olanlar böyük bir əyriliyə düşmənizi istəyirlər. Burada yuridu istəyirlərdir. Ümumi tərcüməni bir dəfə deyiləyək. Allah tövbələrinizi
qəbul etmək istəyir. Allah tövbələrinizi qəbul etmək istəyir. Şəhvətlərinə tabe olan böyük bir əyriliyə azmanızı, düşmənizi istəyir. Belə desək daha düz olar. 4-cü ayəmiz Maidə surəsi 39-cu ayədir. Əuzu billah, bismillah. Fəmən, fə elə isə mən kim, təbə, yəni tövbə edib, min bə'di, sonradan, zulmihi, özünü, belə deyək, öz zülmündən sonra, yəni gördüyü haqsız işdən sonra, yəni elə isə kim öz zülmündən sonra, gördüyü haqsız işdən sonra tövbə etsə, tövbə edib və əsləhə, yəni özünü islah etsə, özünü düzəltsə, fə innallaha, elə isə həqiqətən Allah yatubu, yəni həqiqətən Allah onun tövbəsini qəbul edər. Yəni fə innallaha yatubu aleyh, yəni aleyh onun tövbəsini qəbul edər. İnnallaha, həqiqətən Allah Gafurur Rahim, bağışlayandır, rəhm edəndir. Ümumi tərcümə, elə isə kim öz zülmündən sonra, gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, islah etsə, şübhəsiz Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. 5-ci ayəmiz Ənam surəsi 54-cü ayədir. Əuzu billah, bismillah. Ənəhu sözü burada ənə ki deməkdir. Hunu tərcümə etmirik. Çünki ayəmiz yarım çıxdı. Mən, kim, amilə, kim bir əməl etsə, minkum, sizlərdən, su'a, yəni pis bir iş əməl etsə, iş görsə, pis bir iş görsə, bi cəhələti, yəni bilməməzlikdən, thumma, sonra təbə, tövbə etsə, yaxud tövbə edib, min bə'dihi, ondan sonra, və asləhə, özünü düzəltsə, fə ənəhu, elə isə ki o, Gafurur Rahim, yəni şübhəsiz o bağışlayandır, rəhm edəndir. Sizlərdən hər kim bilməyərək pis iş görərsə, sonra onun arxasınca tövbə edib islah olsa, düzəlsə, yəni burada əlavə biz olaraq bilsin ki deyə bilərik. Bilsin ki, şübhəsiz o bağışlayandır, rəhm edəndir. 6-cı ayə Əraf surəsi 153-cü ayədir. Əuzu billah, bismillah. Vəllezîne əmilus seyyiəti, yəni o kəslər ki pis əməllər edirlər, thumma, yəni etdikdən sonra, təbu, tövbə edirlər, min bə'dihə, yəni onun arxasıca, və əmənu, və iman gətirənlər, İnnə Rabbəkə, yəni həqiqətən sənin Rəbbin min bə'dihə, ondan sonra Ləğafurur Rahim, bağışlayandır, rəhimlidir. Yəni o kəslər ki pis əməllər etdikdən sonra onun arxasınca tövbə edib iman gətirərlər deyək. Gətirərlər, yəni iman gətirərlər, həqiqətən Rəbbin ondan sonra bağışlayandır, rəhimlidir. 7-ci ayəmiz Tövbə surəsi 104-cü ayədir. Ələm ya'ləmu, bəs onlar bilmirlərmi ki, burada mumi, ləm ya'ləmu, bilmirlərmi, ənə ki burada gedir. Onlar bilmirlərmi ki,
Allah yəni Allah, huvə özü, yəqbəl. Yəqbəl yəni qəbul edər, qabələ yəni qəbul edər. Ət-təvbətu tövbəni, əndan şəkilçisi, ibadihi yəni öz bəndələrindən belə deyək. Və yəxuzu sadaqat. Üzr istəyirəm. Və yəxuzu sadaqat yəni yəxuzu yəni alar, sadaqat yəni sədaqə. Ümumi tərcümə də burada belədir ki, onlar bilmirlərmi ki, Allah öz bəndələrinin tövbəsini qəbul edər, sədaqələri alar. 8-ci ayə Məryəm surəsi 60-cı ayədir. İllə başqa mən kim tövbə edib və əmənə iman edən və amilə salihə yaxşı işlər görərlər. Fəuləikə elə isə onlar yədxulunə daxil olurlar ya da olarlar əl-cənnə cənnətə və lə yuzləmunə və onlara zülm olunmaz. Şeyən yəni heç bir belə deyək. Ümumi tərcümə belədir ki, üzr istəyirəm, tövbə edib iman edən və yaxşı işlər görənlər xaric, yəni onlardan başqa, elə isə onlar heç bir haqsızlıq görmədən cənnətə girəcəklər. Yəni onlara heç bir zülm olunmadan cənnətə girəcəklər. 9-cu ayə Taha surəsi 82-ci ayədir. Bismillah, bismillah. Və inni və həqiqətən mən ləğəffərun bağışlayıram, belə də deyə bilərik. Limən o kəsi ki tövbə edib və əmənə və iman gətirər. Və amilə salihən yəni yaxşı işlər görər. Həqiqətən mən o kəsi bağışlayıram ki tövbə edib iman gətirər və yaxşı işlər görər. Və 10-cu ayəmiz Qafir surəsi 7-ci ayə. Bismillah, əuzubillah, bismillah. Fəğfir elə isə iğfir yəni bağışla lilləzinə o kəslər üçün ki təbu tövbə ediblər və təbəu və tabe olanları səbiləkə sənin yoluna vəqihim və vəqiə yəni burada yəni qoru əzəbəl cəhim yəni cəhənnəm əzabından. Vəqihim onları qoru əzəbəl cəhim, cəhim yəni cəhənnəm deməkdir, əzab da əzab deməkdir. Ümumi tərcümə elə isə tövbə edib sənin yoluna tabi olanları bağışla və onları cəhənnəm əzabından qoru yaxud da amanda saxla. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.